Herkese salam, kanalıma hoş gelmişsiniz. Tanınmış aparıcı Vüsalə Əlizadə incəsənət adamlarına sərt reaksiya verib. O qeyd edib ki, bəzilərinin kolostokları arxalarından gəlir. Həmin görüntülərə isə Blogger Studio sosial media hesabında Deməli, Vüsalə Əlizadə təqdim edirəm. incəsənət adamlarına irad bildirib. Orada eşitdim, deyir ki, bəzilərinizin qalstuku gedir arxaya, xəbəriniz yoxdur. Nə bilim, mikrofonla danışır, mikrofon sönülü olduğundan xəbəri yoxdur. İnsanlar sizi qüsursuz görmək istəyir. Düz deyir. Amma mənim də bir iradım var. Madəm belə iradlar bildirirsiniz, Vüsalə xanım, biraz verilişinizdəki operatorlara da irad bildirin ki, dəvət elədiyiniz qonaq danışanda onları çəksinlər. Onlar ifa edəndə onları çəksinlər. Yoxsa elə veriliş 3 saat gedirsə, deyək ki, elə 3 saat ancaq sizi görürük. Yəni, biraz iradı, əgər bu sizin bilmənizin daxilində deyilsə, biraz onlara da irad bildirin ki, gələn qonaqları da çəksinlər. Yoxsa elə 24 saat sizi reklam eləyirlər verilişdə. Necəsiz dostlar? Deməli, dünənlərim mənim gözəl dostum Pərviz Hüseynin doğum günü idi. Hər birimiz onu Pərviz kimi tanıyırıq. Mən də dəvətli idim o doğum gününə və bir ay öncədən. Amma çox heyif ki, mən Albaniyaya gəldim, ona görə iştirak edə bilmədim. Amma çox heyiflənirəm. Baxıram mənzərələrə, paylaşımlara. Kaş ki, mən də o ad günündə olardım. Oy, nə kadrlar tutmuşam. Nə kadrlar, nə maxinasiyalar, nə xaoslar. Onları tək-tək incələyib storylərdə paylaşacağım. Amma birazcık anons verim Nura. Nura məni öldürür. Nura orada Nurana bir göz, qaş, işarə, himcim məni öldürür də Nura. Amma sevirəm Nuranı, elə ona görə də məni öldürür. Bir çox orada momentlər tutmuşam. Bunları yavaş-yavaş belə incələyəcəm.